Osmanlı dövlətinin qurucusu Osman bəyin qəbrinə belə Yunan bayrağı taxılarkən Osmanlının əlindən heç bir şey gəlmirdi. İtilaf dövlətləri türkləri İstanbuldan və Anadoludan tamamilə atmaq istəyir. Amma onların hesab etmədikləri bir məsələ var. O da gənc bir zabit olan Mustafa Kemal. Mustafa 1881-ci ildə Osmanlının parlayan liman şəhəri Selanikdə dünyaya gəldi ki, Selanik o dövrlərdə Osmanlı torpağı idi. Doğulduğu evdə sadəlik və vətən sevgisi hökm sürürdü. Atası Əli Rza bəy gömrük məmuru və ticarətlə məşğul olan açıq fikirli bir adam idi. Anası Zübeydə xanım isə dininə bağlı, övladının əxlaqına və tərbiyəsinə böyük önəm verən bir qadın idi. Zübeydə xanımın 5 övladı var idi. Amma bu övladlardan yalnız Mustafa və Maqbulə xanım uzun ömürlü həyat yaşadı. Digərləri uşaq yaşlarında vəfat etdilər. Mustafa əvvəlcə məhəllə məktəbində oxusa da, atasının təşviqi ilə riyaziyyat və dünyavi elmlərin tədris olunduğu Şəmsi Əfəndi məktəbinə keçdi. Atasının vaxtsız vəfatı ailəni sarsıtsa da, Mustafa oxumaqdan vazgeçmədi. O Selanikdəki mülki rüşdiyəni bitirdikdən sonra hərb yolunu seçdi. Hərbi məktəbdə müəllimi ona Kemal adını verdi. Çünki riyaziyyat dərslərindəki istedadı müəllimində belə bir təsərrüat yaratmışdı. Bu uşaq Kemala çatacaq və o andan etibarən adı Mustafa Kemal olaraq qaldı. 1905-ci ildə Hərbi Akademiyanı bitirən Mustafa Kemal Suriyanın Şam bölgəsində yerləşən 5-ci orduya təyin olundu. Gənc zabit vətən sevgisi, islahat arzusu və Osmanlının yenidən dirsəlməsi üçün yollar axtarırdı. Bu dövrdə Osmanlı imperiyasında avtoritar rejimə qarşı çıxan gizli bir təşkilat, İttihat və Tərəqqi Cəmiyyəti fəaliyyət göstərirdi. Cəmiyyətin əsas məqsədi Sultan II. Əbdülhəmidi taxtdan endirmək, konstitusiyanı bərpa etmək və parlament idarəçiliyini geri qaytarmaq idi. Mustafa Kemal bu ideallara yaxın olduğuna görə cəmiyyətə simpatiya ilə yanaşdı və onların bir çox fikrini paylaşdı. Lakin zaman keçdikcə o bu təşkilatın daxilindəki qruplaşmalar, şəxsi maraqlar və güc savaşı ilə razılaşmadı. Xüsusilə Ənvər Paşa, Tələt Paşa və Camal Paşanın ələ keçirdiyi siyasi güc və hökumətə nəzarət onu narahat edirdi. O bu hakimiyyətin rasionallıqdan uzaq, macərapərəst bir xəttə yönəldiyini düşünürdü. Buna görə də İttihat və Tərəqqidən uzaqlaşdı. Mustafa Kemalın qəti şəkil üzərində durduğu bir mövzu var idi. Ona görə əskər siyasətə qarışmamalı idi. Əgər siyasətə qarışmaq istəyirsə, mütləq şəkildə ordudan istefa verməli idi. 1918-ci ildə Osmanlı imperiyası 1-ci Dünya müharibəsindən məğlub ayrıldı. Mondros müqaviləsi ilə dövlətin demək olar ki, hər bölgəsi işğal altına düşdü. İzmir Yunanlılara, Antep fransızlara, İstanbul isə ingilislərə verildi. Millət çarəsiz bir şəkildə qaldı. Bu zaman Mustafa Kemal tarix səhnəsinə yenidən çıxdı. O artıq bir çox döyüşdə özünü sübut etmiş, Çanaqqala qəhrəmanı kimi tanınan bir zabit idi. Amma indi qarşısında başqa bir savaş vardı. Millətin qurtuluşu. 19 may 1919-cu ildə Samsuna çıxaraq mübarizəyə başladı. Ardınca Amasya bəyannaməsi yayımlandı. Millətin gələcəyini yenə millətin əzmi və qərarı xilas edəcəkdir. Bu sözlər ilə o, İstanbul hökumətinə artıq güvənilməyəcəyini və xalqın özü taleyinə sahib çıxmalı olduğunu bildirdi. Mustafa Kemal Paşa xalqı birləşdirmək üçün Ərzurum və Sivas konqreslərini təşkil etdi. Bu toplantılarda xalq nümayəndələri ilə birlikdə bir çox qərarlar qəbul edildi. Vətən bütövdür və parçalanamaz. Xarici himayə və mandat rədd edilir. Milli müdafiə əsas prinsipdir. Heyəti təmsiliyyə milli nümayəndə heyəti yaradıldı və başçısı Mustafa Kemal Paşa oldu. Bu təşəbbüslər nəticəsində artıq xalqın iradəsini təmsil edən müstəqil bir siyasi mərkəzə ehtiyac var idi. Məhz bu mərkəzdə Ankara oldu. 23 aprel 1920-ci il tarixə qızıl hərflərlə yazıldı. Belə ki, Ankara şəhərində Böyük Millət Məclisi açıldı. Bu artıq işğal altındakı İstanbul hökumətinə qarşı müstəqil xalq iradəsinə söykənən yeni bir dövlətin təməli idi. Ankara o dövrdə Angora olaraq tanınırdı və burada qurulan hökumət bəzən tarixdə Angora hökuməti kimi tanınır. Bu hökumət tamamilə xalq nümayəndələrindən ibarət idi. Həm döyüş planları, həm diplomatik əlaqələr buradan idarə olunurdu. 1921-ci ildə ilk konstitusiya təşkilati əsasiyyə qəbul edildi. Mustafa Kemal Paşa artıq yalnız sərkərdə yox, xalqın lideri, dövlətin isə qurucusu idi.
1921-ci ilin yayında Anadolunun taleyi, xalqın varlığı və gələcəyi sual altındaydı. Yunan ordusu Ankaraya doğru irəliləyirdi. Cumhuriyyətin mərkəzi təhlükə altına düşmüşdü. Belə bir məqamda Mustafa Kemal Paşa bütün səlahiyyətləri öz üzərinə götürdü və Türkiyə Böyük Millət Məclisi tərəfindən baş komandan elan edildi. 23 avqust 13 sentyabr 1921 tarixləri arasında baş tutan Sakarya döyüşü sadəcə bir hərbi toqquşma deyildi. Bu ölüm qalım savaşı idi. Mustafa Kemal Paşa bu döyüşdə məşhur əmri ilə tarixə iz qoydu. O əmr xətti müdafiə yoxdur, səthi müdafiə vardır və o səthi bütün vətəndir. Vətən torpağının hər qarışı vətəndaş qanı ilə islanmadan tərk oluna bilməz. Bu ifadə artıq müdafiənin yalnız bir xətt üzrə deyil, bütün vətən boyunca aparılacağını göstərirdi. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edildi. Sakarya zəfəri ilə Türk xalqının özünə inamı bərpa olundu və beynəlxalq aləmdə Ankara hökumətinin legitimliyi artdı. Lakin Mustafa Kemal Paşa üçün bu yalnız başlanğıc idi. Bir il sonra 26 avqust 1922-ci ildə illərlə planlaşdırılan böyük taarruz başladı. Türk ordusu ildırım sürəti ilə hücuma keçdi. Yalnız 4 gün ərzində 30 avqustda baş komandanlıq meydan döyüşündə düşmən ordusu demək olar ki, tamamilə məhv edildi. Mustafa Kemal Paşa bu qələbədən sonra öz məşhur əmri ilə yeni bir dövr başlatdı. Ordular, ilk hədəfiniz Akdənizdir, irəli. Bu əmr nəticəsində 9 sentyabr 1922-ci ildə İzmir düşməndən azad edildi. Türk xalqı üçün bu həm torpaqlarının geri alınması, milli haysiyyətinin bərpası demək idi. Qurtuluş müharibəsinin qələbə ilə nəticələnməsi yalnız xarici düşmənləri deyil, daxili irtiza qüvvələrini də çıxılmaz vəziyyətdə qoydu. Son Osmanlı sultanı Vahdəddin artıq xalqın dəstəyini tamamilə itirmişdi. O İstanbulda qaldıqda öz təhlükəsizliyindən narahat idi. Nəhayət 17 noyabr 1922-ci ildə Vahdəddin bir İngilis gəmisinə minərək İstanbuldan qaçdı və İngiltərəyə sığındı. Onun bu qaçışı Osmanlı imperiyasının rəsmi olaraq sonunu, eyni zamanda bir dövrün bitdiyini və yeni bir cumhuriyyətin doğuşunun simvolizə edirdi. Tarixin ən mühüm səhifələrindən biri 1923-cü ildə yazıldı. Anadolu torpaqları uzun illərdir ki, müharibə, yoxsulluq və işğalın içində qovrulurdu. Lakin qəlbində müstəqillik arzusu yaşayan bir xalq, liderlik ruhu daşıyan bir sərkərdə ilə bütün çətinlikləri aşa bildi. 1922-ci ilin noyabrında sultanlıq ləğv edildi. Osmanlı imperiyası tarixə qarışdı. 29 oktyabr 1923-cü ildə Mustafa Kemal Paşanın təşəbbüsü ilə Türkiyə Cumhuriyyəti rəsmi olaraq elan edildi. Artıq xalqın idarə etdiyi, xalqın səsini eşidən yeni bir dövlət qurulmuşdu. Bu qərar Türkiyə Böyük Millət Məclisində səs çoxluğu ilə qəbul edildi. Cumhuriyet yeni ve sağlam esaslarıyla Türk milletini emin ve metin bir istikbale koyduğu kadar asıl fikirlerde ve ruhlarda yarattığı güvenlik itibariyle büsbütün yeni bir hayatın müjdecisi olmuştur. O gecə Ankara küçələrində fənərlərlə yürüyüşlər keçirilirdi. Xalq yeni dövləti coşqu ilə qarşıladı. Mustafa Kemal isə Cumhuriyyətin ilk prezidenti seçildi. Atatürk təkcə müharibə qələbələrinin sahibi deyildi. O zehni inqilabın, mədəni yüksəlişin, xalqın özünü tanımasının simvolu idi. Onun üçün qələbə yalnız torpaq üzərində deyil, zəkanın, təhsilin, bərabərliyin üzərində də qazanılmalı idi. Cumhuriyyət elanından sonra Atatürk bu sözləri söylədi. Cumhuriyyət yüksək əxlaqi dəyərlərə söykənən bir idarə formasıdır. O xalqın, millətin şəxsiyyətidir. Bu sözlər gələcəkdə atılacaq bütün addımların, həyata keçiriləcək islahatların ruhunu daşıyırdı. Yeni dövlətin mərkəzi olaraq Ankara seçildi. Qədim, lakin sakit bir Anadolu şəhəri olan Ankara modernləşmənin, milli iradənin və bərabərliyin simvoluna çevrilmişdi. Cumhuriyyətin elanından öncə 24 iyul 1923-cü ildə imzalanmış Lozanna müqaviləsi yeni Türkiyə dövlətinin beynəlxalq aləmdə tam hüquqlu və müstəqil dövlət kimi tanınmasının əsasını qoydu. Bu müqavilə ilə işğalçı dövlətlər Türkiyənin sərhədlərini qəbul etdilər. Osmanlının xarici borcları ilə bağlı ədalətli bölgü aparıldı. İstanbulun işğalına son qoyuldu. Bu, milli mübarizənin diplomatik zəfəridir. Atatürk diplomatiyada da nə qədər uzaqgörən bir lider olduğunu sübut etdi.
Yeni əlifba islahatı ilə ərəb əlifbası ləğv olundu. Latin qrafikasına keçildi. Xalq evləri və xalq məktəbləri açıldı. Savadsızlıqla mübarizə aparıldı. Xilafət ləğv edildi. Yeni mülki və cinayət qanunları qəbul edildi. Qadınlara seçki və seçilmə hüququ verildi. Fez qadağan olundu. Titul və ünvanlar ləğv edildi. Ağa, bəy, paşa kimi. Soyad qanunu qəbul edildi və o da Atatürk soyadını aldı. Şəriət məhkəmələri bağlandı. Diyanət İşləri Başkanlığı yaradıldı. Din dövlət nəzarətinə keçdi. Atatürkə görə dövlətin dini olmamalıdır. Din kimi təmiz bir duyğu, siyasət kimi kirli bir oyuna qarışmamalıdır dedi. Mustafa Kemal Atatürk uzun sürən qaraciyər xəstəliyindən sonra 10 noyabr 1938-ci ildə səhər saat 10:05 dəqiqə işləmiş İstanbulda Dolmabağça sarayında dünyasını dəyişdi. Bütün ölkə yasa boğuldu. Onun cənazəsi Ankaraya aparıldı və hazırda Anıtqəbir adlı məqbərədə dəfn olundu. Onun mirası təkcə qurduğu dövlət deyil, onun mirası müstəqillik ruhu, elmə və düşüncəyə olan inam, qadın-kişi bərabərliyi, hüquq qarşısında bərabərlik və azadlıq ideyasıdır. Bugünkü müasir Türkiyə onun qurduğu təməllər üzərində yüksəlib. Atatürk bir dəfə demişdi ki, ən doğru yol elmin və ağlın yoludur. Türk milletinin karakteri yüksektir. Türk milleti çalışkandır. Türk milleti zekidir.